Ahmet salam Herkese merhaba arkadaşlar. Bugün sizlere başlıqdan da gördüğünüz kimi nətər e-sporcu gibi oynamaq olar və yaxud da nətər e-sporcu olmaq olar. Bugün bunlar haqqında danışacağıq. Videoya keçməzdən əvvəl zəhmət olmasa abunə olub like atmağı, yorum yazmağı, abunə olmağı unutmayın. Bunları eləsəz sevinərəm. Çox uzatmadan sizə 2 dənə video birinci videomuz budur. Başlayaq. Siz də bilirsiniz ki, sporcu olmaq üçün yaxşı sprey atmalısınız. Siz də belə spreylər atmaq istəyirsinizsə videomu ötürmədən baxın. Birinci video budur, ikinci isə video budur. Bir də belə V4'lər, V3'lər nəsə atarsınız, onu danışacağım bugün. İndi isə çox videomu uzatmadan videomuza, bir də zəhmət olmasa başlıqda da dediyim kimi abunə olub like atmağı unutmayın. Keçək videomuza. Birinci videoda göstərdiyim kimi sprey atmaq istəyirsinizsə bu göstərdiyim yerə gündə 2-3 dəqiqə göstərdiyim tərzdə yəni sıxırsınız. Bu sizin aiminizi və stabiliyinizi gözəlləşdirəcək. Əgər həmin bu məsafə sizə uzaqdırsa, yaxındakı mankenlərdə eləyə bilərsiniz. Əgər pompalı aiminizi gücləndirmək istəyirsinizsə, bu göstərdiyim düz xətt üzərində oturub bir mankendən o bir mankenə İndi isə gəldik videonun vacib yerinə. Əgər yəni sizin də aiminiz çox bərk olmasını istəyirsinizsə, bu antrenmanı gündə ən azı 5-10 dəqiqə eləməlisiniz. Bunun skoplu formasını da eləyə bilərsiniz, amma məncə skopsuz forması daha yaxşıdır. Skoplu forması da budur. Yəni bunu da gündə 2-3 dəqiqə, çox yox, 2-3 dəqiqə eləsəz, yəni bir həftəyə nəticəni görə bilərsiniz. Bir də yaxşı pik atmaq istəyirsinizsə, bu göstərdiyim antrenman yəni dünyanın ən yaxşı antrenmanıdır. 90 FPS falan da bu antrenmanı eləyir. Çox yaxşı pikə yarayan bir antrenmandır, onu demək istəyirəm. Gündə ən azı 5-6 dəqiqənin ki faydasını görəsiniz. Neysə dostlar, video bu qədərdir. Zəhmət olmasa abunə olub like atmağı, yorum yazmağı xahiş edirəm, unutmayın. Sağ olun, salamat qalın.